Hər vaxtınız xeyir əziz tələbələr. Mən Master nömrə 1 Tədris Mərkəzinin informatika müəllimi Əfsanə İbrahimli Cənət Əliyeva. Hazırda sizə fevralın 1-i 2026-cı il tarixində olan ümumi sınaq imtahanı 8-dən informatika fənni üzrə test tapşırıqlarının izahına baxacağıq. İmtahana az qalıb, hər birinizə uğurlar arzulayırıq. 21-ci sualdan başlayaq. Keş yaddaşına uyğun olaraq bir sxemi tamamlayırıq. Baxaq görək bizə nələr verir. Bir daxili yaddaş qurulsudur. Bəli, keş yaddaşı necə yaddaş qurulsu? Daxili həm keşdir, həm RAM-dır, həm ROM-dur, BIOS-dur, CMOS-dur, registrdir və s. Bunlar bizim daxili yaddaş qurğularımız. Xarici yaddaş qurğusu dediyi zaman nələri yadımızda saxlayırıq? SSD-dir, HDD-dir, sonra CD-lərdir, DVD-lərdir, FTD var, tutma az olsa da və s. bizim xarici yaddaş qurğularımızdır. Prosesorda verilən müraciəti zamanı gecikmənin təsirini azaldır. Bəli. Çünki biz deyirik ki, deməli, CPU, yəni prosesor və RAM arasında mübadilə baş verir. Burada elə bil ki, biraz daha gecikmələr olduğuna görə keş yaddaşı tam olaraq burada yerləşir. Əslində, keş yaddaşı da birinci və ikinci level olaraq iki yerə bölünür. Birinci level prosesorun daxilində yerləşir. Hal-hazırda onunla bağlı bizə nəsə verilməyib. Keş yaddaşı, yəni ortada yerləşən zaman nə baş verir? İnformasiya mübadiləsini daha da sürətləndirir. Sürətləndirdiyinə görə gecikmənin təsiri nə edəcək? Azaldacaq. İnformasiyanı uzun müddət saxlayırıq. Daxili yaddaş qrupları bizdə informasiyanı uzun müddət saxlamır. Uzun müddət, yəni uzun müddət anlayış deyəndə ağlımıza nələr gəlir? Xarici yaddaş qrupları. Daxili yaddaş qruplarından ROM saxlayır. O da ki, sistemlə bağlı olan məlumatları bilirsiniz ki, kompüter üzərində gələn sistemlə bağlı məlumatları yadında saxlayır. Yəni müvəqqəti saxlamır. Belə, sürəti bir saniyədəki kadrların sayı ilə ölçülür? Yox. Deməli, cavabımız oldu nə? 1-3. Keçək 22-ci sual. Raster təsvirində iki əməliyyat icra edilmişdir. Gəlin bunu bizim iki dənə şəklimiz var, gənclər. Bu birinci şəklimiz. Ta ki, burada nəsə çəkilir. Bu da bizim ikinci şəklimiz. Aha. Belə bir şəklimiz var. Bunlar hər bir qrafik redaktordur. O cür nəzərə alın. Deyir ki, rəng palitrası. Rəng palitrası da bilirsiniz də nədir? Həcm bərabərdir. Ümumiyyətlə düsturumuzu yazın. A vurulsun, B vurulsun, E. Rəng palitrası deyəndə rənglər çoxluğu nəzərdə tutulur. Yəni 200-də N-dən söhbət gedir. 65536-dan 256-ya dəyişdirilib. Deməli, bizdə nə baş verib? N-miz, axı 200-də N, bizdə 65536-dır. Biz də 200-də N-dən nəyi götürürdük? Bir nöqtənin yaddaşda tutduğu yeri həmişə axtarırdıq da. Ona görə 65536, yəni 216-dan nəyi götürəcəyik? 16-nı götürəcəyinin qiyməti. 256-dan da, yəni 208-dən 8-i. İndi bizə nə deyir? Bu bizim birinci şəklimiz. Şəkil buradan bura keçir. Nə baş verir bu zaman? 65536-dan 256 rəngli palitraya keçir. Yəni N burada 16 bit idi. 16 bit idi. 16 bit idi. N burada neçə bitə keçdi? 8 bitə keçdi. Sonra piksellərin ümumi sayı 8 dəfə artıb. Deməli, piksellər burada heç bir iş görmürdü. Yəni normal yerində idi. Bununla bağlı mənə heç bir, bu şəkillə bağlı, piksellə bağlı mənə heç bir şey verməyib. Amma deyir buradan 8 dəfə artıb bura keçən. Yəni A vurulsun B nə qədər artıb? 8 dəfə. Burada bir dənə 8 yazıram. Bu arada bu n bərabər 8 yazmışdım. Düstura uyğun olaraq buraya birbaşa 16 bit yazaq. Yəni həcm bərabərdir. A vurulsun B vurulsun n düsturuna əsasən A, B dəyişməyib. N 16 bitdir. Burada da 8 yazıq. Oldu mu? Şimdi burada da yenə həcm bərabər A vurulsun, B vurulsun, N düsturu N8-dir. AB də 8 dəfə artıb. Artıb dediyinə görə vurdu. Bir təsvirin həcmi ümumi necə dəyişib? Burada bildiyimizə görə A, B
16 bitdi. Keçid elədi nəyə? A vurulsun B. 8-də 8-ə vururam eləyir 64. 16-dan 64-ə keçid elədi. Artma baş verdi, azalma, artma baş verdi. Nə qədər artma baş verdi? 4 dəfə. 4 dəfə neynədi bu? Artdı. D variantı. Sonra 23-cü suala baxaq. Deyir ki, belə bir diapanozonumuz var və biz Sebir xanasını axtarırıq. Sebir xanası burada x-dir. Gənclər, bu cür bir şey verilibsə, ümumiyyətlə yadınızda saxlayın ki, deməli, qrafikada biz bu cür gedirik. Sağdan sola istiqaməti. Yəni, bura olacaq bizdə A2, bura olacaq B2, bu da olacaq C2. Verilməyibsə, avtomatik faiz verilməyib, amma təxmini çıxara bilirik də. Bura 25 faizdir, bura 25-dir, bura da 50 faizdir. Və bizə nə verir? Deyir ki, misallar A2-ni axtarıram əvvəlcə. A2-ni. Buradan yazıram. A2 bərabərdir. B1. B1-in qiyməti 4-dür. Çıxılsın A1. A1-in qiyməti var bizdə. Bölünsün 2. 4-dən x-in çıxdım 2. 2-yə böldüm 1. Deməli, bizim A2-mizin qiyməti, A2-nin qiyməti oldu neçə? 1. B2-ni axtarıram. 2. Çıxılsın A1. Bölünsün 2. Əvvəlcə 2-ni 2-yə böldüm. 2-dən də çıxdım, oldu 1. Deməli, burada 1-dir. Bu 25% avtomatik olaraq zaten 1 olmalı idi. Buranın da C2-nin qiyməti neçə olacaq? 50% 2-dir. Yəni, C2-nin qiymətin, burada S1-in qiymətini tapmamışam, amma mən C2-nin qiymətini tapmışam, 2-dir. Gəlirəm, onda S1-i axtarmam burada. S1 bizdə x-dir, çıxılsın A1. A1-in qiyməti nədir? 2. Sonra vurulsun 2, çıxılsın 4. Obşi C2-nin qiyməti nə oldu? 2. 2 çıxılsın 2 vurulsun 2 bərabərdir 6-ya. X çıxılsın 2 bərabərdir nəyə? 3-ə. X bərabərdir 5-ə. Deməli, S1-in qiyməti neçə oldu? 5 oldu. İndi davam edirik. Cavabımız var mı? Var, hə. Deyir ki, biometrik informasiya əsaslanan tanıma sistemlərinə aid deyil, olmayan axtarır. Və yəqin ki, atdığımız PDF-i oxumusunuz biometrik mühafizə sxemlərində. Biometrik deyirsə, bu insana aid olan bir şeydir təbii ki. Bioloji xüsusiyyətləri bizə uyğun olaraq tanıma sistemidir. Barmaq izləri var. Taktil nədir? Toxunaraq aldığımız informasiyadır. Bu zaten telefonda tez-tez istifadə edirsiniz də barmaq izindən identifikasiyadan ən geniş yayılmış bir texnologiyadır. Sonra gözün güzehli və torlu qişası. Bu unikaldır, biometrik xüsusiyyətə də malikdir. Adətən biz bunu hətta sağ və solda bir-birindən fərqlənir. Ümumi vətəndaş pasportu falan aldığımız zaman diqqət eləsəz gözdə linza falan heç bir şey qoymurlar. Sadəcə təbii gözünüzlə şəkil çəkdirməlisiniz ki, çünki orada başqa ölkəyə keçdikdən zaman o gözlərinizin də şey eləyirlər, yoxlaması olur da belə deyim. Nitqin özəlliyinə görə tanınması, yəni səsli tanıma, üz tanıması var. Deməli, bu video müşahidə, Sima proqramlar falan qeydiyyatdan keçirmisinizsə, üz tanıması edirsiniz. Bir də ovuc içinə görə, bu da daha çox bankda, bir də hava limanlarında istifadə olunan vasitədir. Deməli, bizdə barmaq izi, gözün selikli qişası, nitq, üz tanıma, ovuc içi. Görə cavabımızda nə yoxdur? Rəqəmli parola görə biometrik olmur. Sonra 25-ci suala baxaq. Video deyir ki, belə bir maska verilir. Ümumiyyətlə, fail maskaları ilə bağlı da yəqin ki, xatırlayırsınız. Sual bir dənə simvolu əvəz edirdi. Mütləq bir dənə hərf olmalıdır. Yəni, boşluğu da əvəz edə bilməz. Amma ulduzda istənilən sayda hərfi də əvəz edə bilər. Bir dənə də hərf əvəz edə bilər. Əlavə olaraq da boşluğu da əvəz edə bilər. Bizim burada ulduza ehtiyacımız yoxdur. Əsas sualın xüsusiyyəti maraqlıdır bizə. Bir də biz genişlənməyə baxmalıyıq ki, genişlənməni bilməliyik ki, bunu hansı fayldır? Faylımız hansı fayldır? Deməli, video faylıdır. Video. WOP var, MP4 var, WMV var, FLAV var. Bax, bunların hər biri nədir? MPG var, AVI var. Bunların hər biri bizdə video faylıdır. Biz də baxırıq. Biz mütləq şəkildə A ilə başlamalıyıq və sual qoyulubsa mütləq ora bir hərf yazmalıyıq.
1, 2, 3. 3-dən ortada hansı hərfin gəlməyindən asılı olmayaraq hərf gəlməlidir. Sonuncu hərfim də B olmalıdır. A ilə başlayıb B ilə qurtarmalıdır. Video faylı olmalıdır. Bir dənə də 3-dən. Deyir səs faylıdır. Səs faylı deyil. Videodur. İki hərfdən bizdə iki hərf deyil. Axı iki hərf elə bunlardır. 3 dənə 5 hərf olmalıdır aşağılar bizdə. Getdi. 5 hərfdən ibarət A ilə başlayıb B ilə bitən bu düzdür, amma bütün şəkil faylları yox. Video faylları olmalıdır. A ilə 5 hərfdən ibarət A hərfi ilə başlayıb B hərflə bitən bütün tipli fayllar yox. Bizə yalnız nə lazımdır? Video. Y variantında A ilə başlayıb, B ilə bitib, 5 dənə hərfdir. 1, 2, 3, 4, 5 və video fayllardır. Bu düzdür. 27-ci sualdan davam edirik. Deməli bizə deyir ki, 5 megabaytlıq bir diskim var və deyir ki, 16 kilobaytlıq faylı, neçə dənə 16 kilobaytlıq fayl yerləşdirmək olar və bizə klaster ölçüsü verir. Klasterin ölçüsü də şu, 10 kilobayt. Mənim faylım 16 kilobayt. Bunun 10 dənəsi buraya yerləşəcək. O 6-sı qalacaq. 6-sı da qalmaması üçün mən əlavə bir dənə də klaster açmalıyam. Deyir ki, 16-nı yerləşdirmək üçün bizə neçə dənə 10 lazımdır da, neçə qutu lazımdır. Bunun yarısı boş qalacaq, amma biz bura, bu boş qalan yerə əlavə heç bir şey əlavə edə bilmədiyimizə görə, yəni üzərinə. Çünki bir klasterə demişik ki, bir fayl yerləşir. Xatırlayırsınızsa. Ona görə biz əlavə heç bir şey eləmirik. Rəngini dəyişmək istəyirəm. Hə. Boş yerə deməli heç bir şey əlavə edə bilmirik. Deməli mənim bir dənə faylım, bir faylım yaddaşda nə qədər yer aparmış oldu? 20 kilobayt. 16 kilobayt olsa da faylım, 16-nı 2 dənə klasterə yerləşdirdim. Çünki 2 dənə mənə 10 kilobaytlıq bir qutu lazımdır, elə təsəvvür edək. Və bunun üçün bizə bir fayl yerləşdirmək üçün diskdə 20 kilobayt yer aparacaq. Buna deyir 5 megabayta, elə bir şey, artıq axtarırıq ki, 5 megabaytın içərisində 20 neçə dəfə yerləşəcək. Biri kilobaytdır, biri megabaytdır. Fərqli ölçü faytların bir-birinə bölə bilmirik. Ona görə də nə edirik? Əvvəlcə megabaytı kilobayta çeviririk. Vururam 1024-ə, oldu kilobayt. Bölürəm nəyə? 20-yə. 5-i vuracam 24-ə, böləcəm 20-yə. Alacaq nə? 256. Deməli, 256 dəfə yerləşdirə bilərik biz bura. 256 dənəsini daha doğrusu. Cavabımız oldu D variantı. Davam edək növbəti sualım. 28 tipli suallar əslində bilirsiniz də IP ünvanında. IP ünvan 4 hissədən ibarət olur, 4 byte olur, 32 bitdən ibarət olur, bir-birinə nöqtə vasitəsilə ayrılır. Sadəcə burada sizə byte normalda deyirik ki, hansı aralıqda yerləşir? 0,255, 255 aşınmalıdır. 4 isə 4 byte və bir-birinə nöqtə ilə ayrılıb. Sadəcə normalda 0,255 onluq say sistemindədir. Burada sizə veriləndə artıq bu həmin ədədləri ikilikdən onluqdan ikiliyə çevirib verib də sizə. Siz də təzədən IP-ünvanı tapmaq üçün ikilikdən qayıdacaqsınız nəyə? Onluğa. Daha rahat, daha tez həll eləmək istəyirsinizsə, adətən deyərdim ki, birinci və sonuncunu həll eləyin. Zaten onda cavab çıxır. Baxaq. İkilikdən onluğa necə keçirik? Üstünə yazıram 0, 1, 2, 3, 4, 5, 6, 7. 7 vurulsun. 1 vurulsun, üzr istəyirəm. 2 üstü 7. Üstünə gəlinsin. Sıfırları yazmanın zaten bir önəmi yoxdur. Sonuncu 1-i də götürürəm. 2 üstü neçə? 0. Bizə verdi 2 üstü 7, 28. 128. Bu da elədi 129. Başlanğıc ədədimiz olacaq 129. Sonuncunu da baxın işarələyək 0, 1, 2, 3, 4, 5, 6, 7. Burada da zaten hamısı 0'dır. 1 vurulsun. 2 üstü 5, bu da elədi 32. Amma diqqət eləsəz 129-dan başlayıb 32 ilə bitməli. Bir dənə variant var. Elə ikinci də eyni idi gənclər. Eyni rəqəmlərdir, daha sizə rahat olsun deyə. Elə ikinci də olacaqdı 129, 129, 129, 32. Bunda yenə 0, 1, 2, 3, 4, 5, 6, 7 yazıb ikilikdən onluğa gətirə bilərsiniz. Oldu cavabımız nə? B variantı.
Davam edək. Deyir, göstərilən Quick Access bölməsi hansı bölmədə yerləşir? File Explorer pəncərəsində. File Explorer pəncərəsini çağıraq. Hı. Çağıran zaman avtomatik olaraq bizə bu hissə açılır. Baxın, harda yerləşir? Home-da yerləşir. Quick Access bölməsi harda yerləşdi? Home-da yerləşir. Qaleriyada şəkillərimiz var. OneDrive-ımızdır, Download-dır, Desktop pəncərəmizdir. Gəlir Yammer Home pəncərəsinə Quick Access bölməsini burada görə bilərik. Tam olaraq bu hissə. Deməli, harda yerləşdi? Home-da yerləşdi. Davam edək 30-cu sualına. 30-cu sual da maraqlı bir sual tipimizdir. Baxın, bizə deyir ki, blok sxem verilib bizə. Biz burada giriş qiymətini axtarırıq digər testlərdən fərqli olaraq. Bu tip sualları necə həll edirik? Mən əvvəlcə gövdəyə baxıram. Bura gövdədir. S hər dəfə 2-yə vurub, N-in də üstünə 10 gəlib. N-in giriş qiymətini bilmirəm neçədən 10 gəlib. Amma S-in giriş qiyməti verilib. 1 verilib və S-in çıxış qiyməti də verilib burada 8-dir. Deməli, S-in giriş qiyməti 1-dir. Bilmirəm neçə dəfə 2-yə vurub, amma sonda 8 alıb. Baxın, görün neçə dəfə 2-yə vurdu bunu. 2, 2, 4, bir dənə də 2-yə vurdu, elə 8. Deməli, biz neçə dəfə bu dövrə girmişik, bu gövdə neçə dəfə yeridəyik? 3 dəfə 2-yə vurulubsa, deməli, bizi 3 dəfə bu gövdəyə daxil olmuşuq, gənclər. 3 dəfə gövdəyə daxil olmuşamsa, deməli, N də qiymətini bilmirəm nədir, amma N-in də qiyməti 3 dəfə burada hərəkət edib. Yəni, N üstünə 10 gəlib, neçədən 10 gələcək? 3 dəfə girmişəmsə, N də 3 dəfə 10 gələcək. Deməli, N-in də qiymətini alacağım. N üstə gəlsin nə? 30. Və N üstə gəlsin 30-dur. S adətən bizə dövrlərin sayını tapmaq üçün lazım oldu. N-dəki başlanğıc qiymətini bilmirdim, amma S-ə nəzərən tapdım ki, 3 dənə 10 gəlib üstünə. Və bu 3 dənə 10 gələndə, 3 dənə 10 gələndə şərtə baxın. N-in qiyməti, yəni biz hansı halda bu arada bu dövrdən çıxıb? Baxın, şərt ödənmədiyi halda, yəni bu 50-dən böyük olub da, ya 50-nin özü olub, ya 50-dən böyük olub ki, biz bu dövrdən çıxmışıq. N də olacaq neçə? 20. Bizdən ən kiçik ədədimizi deyir. Elə ən kiçik ədədimiz 20 tapmışıq. N yerinə 20 qoya bilərsiniz də. Cavabımız olacaq elə 20. Burada bu yoxdur, bu hədir. Şərt ödəyir, düşür aşağı. Şərt ödəyir, düşür aşağı. Bir. Deyir, simsiz şifrələmə vasitələri olmayanlar seçin. Əslində, rahat sualdır, gözünüzdən görə biləcəyiniz sualdır. Nə baxımdan? Çünki bilirsiniz ki, FTP nədir? Fayllar ötürmək üçün bir protokoldur. www internet xidmətidir, şifrələmə vasitəsi deyil. Bir də VPN. Oldu nə? 1, 3, 4. Yerdə qalanlardır. VPA-dır, webdir, VPA2-dir. Adətən bunlar verilibsə, bunlar simsiz şifrələmə vasitələridir. Baxın, özü də açıqlamasında zaten yazır. Yəni, buradan da baxa bilərdik ki, tapa bilərdik ki, doğru variantım. Hmm. 32-ci sualda bizə deyir ki, verilənlər bazası haqqında yanlışları axtarırıq, gənclər. Forma bazaya verilənlərin daxil edilməsi və onlara baxışı üçündür. Forma daxil edilmə və baxış üçündür. Doğrudur. Çünki biz nəyəsə formasını ilkin olaraq təyin edirik, ondan sonra verilənləri daxil edirik, sonra da onun baxışıdır. Hesabat ən sonda olur. Hesabatda həmişə deyirik ki, açar söz olaraq nə yadınızda? Sizin çap və yekun nəticə. Verilənlərin çapı və yekun nəticələrə baxış üçündür. Həm 1, həm də ki, 2 doğrudur, amma bizə nə istəyirdi? Yanlış istəyirdi, yəni səhvlər. Sorğu tez-tez istifadə olunan ərimlilər qrupudur və avtomatik yerinə yetirmək üçün VBA dilindən istifadə olunur. Soru nə üçün uşaqlar? Verilənlərin seçilməsi emalı müxtəlif meyarlara görə informasiyanı axtarmaq üçün. Çünki biz sorğu yollayırıq, nəticə alırıq. Bu and or not məsələləri var idi, işləyirdik.
Burada daxildə də var suallarımızın içərisində. Bax, sorğu yollayırıq, nəticə alırıq. Deməli, bu nədir? Səhvdir. Cədvəl bazaya verilənlərin daxil edilməsi və baxışı üçündür. Cədvəldə biz məlumatı saxlayırıq. Cədvəl əsas obyektdir. Cədvəlsiz də verilənlər bazası ola bilməz. Bazaya verilənlərin daxil edilməsi baxışı nədir? Formadır. Əslində burada eyni şey yazılıb zaten. Buradan çıxış eləyə bilərdiniz birinci və dördüncü sualda. Deməli, nə oldu? Bu da səhv oldu. Makroslar bazadakı məlumatların saxlanması üçündür. Dedik ki, məlumatları saxlanması üçün cədvəldir. Baxaq görək, makros nə üçündür? Makros tez-tez istifadə olunan əmrlər qrupudur. Avtomatik yerinə yetirilməsi üçün istifadə olunur və onda variabledən də istifadə olunur. Deməli, bu da nədir? Yanlışdır. Əslində, makroslar bütün ofis proqramlarında var. Şeyin özündə də var bizdə. Hal-hazırda Word-dəyim, elə burada göstərim də bir dura daxil etməyim. Baxın, Word-də yaradıram. Create-dən nəsə yaradaq. Aha, baxın, Visual Basic Application-dan istifadə olunur. Tez-tez daha elə bir ki, rahat istifadə etmək üçün proqramlaşdırma dilinə müraciət edirik. Belə. Və bütün ofis proqramları da var. Bizdə də yanlışları soruşduğuna görə 3, 4, 5 yanlışdır. Yəqin ki, sayını müəyyən edin deyir. Bəli, neçədən oldu? 3 dənə. 33-cü suala baxalım. Qarşıq istinad, mütləq istinad və nisbi istinadımız var. Bunlar nədir? Excel aiddir təbii ki. Qarşıq nə idi? Ümumiyyətlə, nisbi istinad deyirdi ki, köçürülmə zamanı dəyişən olanlar nisbilərdir. Yəni, həm sətir, həm də ki, sütun neyniyə bilir, dəyişə bilir. Cavablara baxıram. Qarşısında məhdudiyyət işarəsi olmur nisbi istinadda. R6-da nə sətrin, nə də sütunun qarşısında məhdudiyyət yoxdur. Ona görə çönə gedəcək bir. Sonra mütləq istinad var. Mütləq nədir? Hər ikisinin qarşısında, yəni həm sətrin, həm də sütunun qarşısında mütləq şəkildə məhdudiyyət işarəsi, yəni dollar işarəsi olur ki, icazə verilmir ki, köçürülmə zamanı dəyişsin. Həm sətrin, həm sütunun. Diqqət eləsəz, burada D variantında sütunun qarşısında da dollar var. Yəni 25-in də qarşısında nə var? Dollar var. Deməli 2-yə getdi D. Bir də Y-yə baxaq. Həm sətrin, həm də ki, sütunun qarşısında nə var? Dollar işarəsi var. Burada da var. Qarşıq nisbətlə mütləq ünvanının birləşməsidir. Yəni, ya sətrin, ya da sütunun birinin qarşısında deməli, dollar işarəsi olacaq, birinin qarşısında olmayacaq. Baxın, diqqətlə baxsaq, burada sütunun qarşısında dollar var, amma sətirdə yoxdur. Burada sətirdə var, amma sütunda nədir? Yoxdur. Deməli, aynı C də bura uyğundur. Bir variantı. 34-cü suala baxaq. Deyir, mətn redaktorunda zaten biz elə hazırda mətn redaktorundayıq. Prosto bunu düşürdük, hamısını bir yerdə görürük. Mətn redaktorunda gənclər nə baş verir? Deyir ki, master nömrə 1 və info sözləri yazılıb. Aşağıdakı əməliyyatlar icra olunarsa neçə söz? Hərf yox, simvol yox. Simvol, hərf, söz. Məsələn, master bir sözdür, ener bir sözdür, info bir sözdür. Deyir, sözü seç, ancaq nəyi seç? Master nömrə 1-i seç. Seçdim və Ctrl-C-ni bas. Gəlirəm, Ctrl, kopyaladım, yəni Ctrl-C-ni bastım. Sonra bir kursoru mətnin sonuna yerləşdir. Mətnin sonuna yerləşdirdim və bir boşluq burax. Bax, bir dənə boşluq buraxıram. Sonra Ctrl-V-ni bas. Ctrl-V-ni bastım. Bütün mətn seçildi. Baba, bütün mətni seçirəm. Ctrl-X. Ctrl-X bilirsiniz də olduğu yerdən də silinəcək. Aha. Və çıxıllatdım. Sonra kursoru hər dəfə növbəti sətrin əvvəlinə gətirib 3 dəfə Ctrl-V-ni bas. Bastım. Yenə növbəti sətrin əvvəlinə gəldi. Bu 2. Yenə gəldi. Bu da 3. İndi bizdən soruşur ki, neçə dənə söz var? 1 dənə söz. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Deməli, 15 dənə sözüm var gənclər.
35-ci sual. PageMaker və ScanDisk haqqında deyir ki, uyğunluq müəyyəndir. Qrafik redaktordur. Bunların heç biri qrafik redaktor deyil. Sistem proqramıdır. ScanDisk hara aiddir? Elə sistem proqramıdır. Bilirsiniz də, sistem proqram təminatı da iki yerə bölünür. Baza və servis. ScanDisk servisə aid olan hissədir. Bax, servisə aiddir. Sistemdən sonra B variantı da yazılır, sistem yazmalı. Servisin daxilində də utilitlər var idi. Utilitlər. Ora aid, optimallaşdırma var idi. Disdefergmentli, ScanDiskli, cleanup'da, System Information'da bax, həmin o hissəyə aiddir. Nəşriyyat sistemidir. PageMaker, bəli, nəşriyyat sistemidir. Antivirus proqramıdır. Bunlar deyil, tətbiqi proqramıdır, bəs. Tətbiqi proqramlardan, deməli, PageMaker hara aiddir? Nəşriyyata aiddir. O da verilib. C, Y, B D variantı. 36-cı suala baxaq, gənclər. 36-cı sualda nədir? Deyir, bu gördüyünüz lent hansı, şəkil hansı lent qrupuna aiddir? Ümumiyyətlə, slideshow-ya aiddir. Lent tabı demir, qrupu deyir. Qrup deyəndə setupdır, start, slideshow-dur, monitors. Siz görürsünüz ki, bax, bu hissə tam olaraq verilməmişdir setupın hamısı. Amma tam olaraq bu hissə verir. Deməli, hara aiddir? Setupa. Deyir ki, yuxarıda mətn formatlanmasından sonra aşağıdakı olan düzəlişlərə baxın. Baxaq, yuxarıda baxın. Eyni mətn bir buradadır, bir də burada ikinci olaraq verilir. İndi bizə deyir ki, bu mətnin üzərində nələr baş verib? Baxaq, mərkəzə düzləndirilib. Mərkəzə düzləndirsək, ay uşaqlar, bizə çıxıntılar baş verir. Baxın, mərkəzə düzləndirmə budur. Ctrl-Y, center. Nə sağda, nə solda heç birində çıxıntı yoxdur. Kursiv var. Baxın, Xəzər dənizi burada normal yazılıb, amma burada nədir? Kursivli yazılıb. Düzdürmü? Aha, 2 var. Tam düzləndirilib. Görürsünüz, tam düzləndirmə kontrol şeydir. Hər iki tərəfdə nədir? Tam olmalıdır. Bizdə zaten hər iki tərəfli tamdır. Burada görürsünüz, çıxıntılar verib. Bu birinci mətn hara doğru düzləndirmədir? Sola doğru düzləndirməlidir. Sol tərəf tamdır, sağa doğru çıxıntılar verir. Amma bu tam düzləndirməlidir. İkinci. Birincinin üzərində dəyişiklik varmış. Qalın şriflə yazılıb var. Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan Respublikası qalınla yazılıb. Burada normal yazılmışdır. Sətirlər arası məsafə azaldılması. Sətirlər arası məsafədə hər hansı bir dəyişiklik görmürəm. Şriftin növünün dəyişdirilməsi. Bəli, şriftin buradakı şriftlə burada fərqlidir şriftin növü. Birincidə Times New Romandır. Burada artıq fərqlidir. Deməli, Y variantı. 2, 3, 4, 6. Algoritmin xassələrinin sırasını seçin. Yəqin ki, algoritm xassələri artıq yadınızda qalıb. Diskretlik, müəyyənlik, kütləvilik və nəticələr. Bunlar növləridir. Proqramlaşdırma dili heç. Tamlıq, obyektlik, ümumiyyətlə informasiyanın xassələridir. Burada da qarışdırılıb. Bu növləridir, bu da xassələridir algoritmin. Diskretlik, müəyyənlik, kütləvilik, nəticəlik. Dokuzuncu sualla davam edək. Bizə deyir ki, sum cəmləməkdir. Daha biraz tərsin verir bizə. Yəni deyir ki, A1-dən C4-ə və 8-ə bölündükdən sonra bu B5 xanasının qiyməti 6 olur. A1-dən C4-ə sonra qiymətlərinə baxarıq. Yəni hələ 8-ə bölür və cavab 6 olur. Deməli, A1, sum da bilirsiniz də cəmləməkdir. Aralarında toplanma işarəsi var. A1, C4 bərabər olduğunda bunların hamısının cəmləyə 6-da 8-ə vururam, 48. Başlayıram A1-dən C4-ə qədər ədədlərimi yazım. Burada hardan başlayır? Buradan C4 harda bitir? Burada. Bu diapazonda olan ədədləri nə edəcəm? Toplayacam. Deməli, 4 A üçün qiymət yoxdur. X 6 üstəgənsin 6 üstəgənsin 7 üstəgənsin 8. Bunlar zaten boş olan xanaları bilirsiniz. 0 götürürük 3 və 0. Sonda olub nə? 48.
34 üstəgəlini toplayanda 48 x. Burada acımız yoxdur. 48 x də bərabərdir nəyə? 48-dən də çıxırsınız. 34-ün qalır 14. Bir master yeni açılmış təqdimatın birinci slaydına master nömrə bir adında bir başlıq yazırsınız. Yazaq. Hı -hı. Nə yazacaq? Master nömrə 1 PowerPoint. Gedirəm. Yenə burada PowerPoint-da yeni bir slayd əlavə edim. Aha. Başlıqda yazıram. Master nömrə 1. Hətta bunun böyükdəkdir. Sonra deyir ikinci səhifəyə də yaz. İkinci slayda isə obyekt əlavə etdikdən sonra özünüz ad yazmadan yaddaşa verin və onu ad altında saxlayın. Görə sonda yekununda nəyimiz olacaq. Keçirəm ikinci səhifəyə obyekt əlavə edim. İkinciləri buradan bir obyekt seçək. Paravozumuz olsun. Və fayla keçirik. Save as elədir. Dolanda atar. Deyir ki, özün ad vermə. Baxın, hal-hazırda faylın hissəsinə heç bir şey yazmamışam. Normalda save as bilirsiniz, özünüz keçir ad verin. Bir burada yazılan ad nədir? Master Ener 1 və onun genişlənməsi. Yəni, təqdimat faylını yaratdığımıza görə PowerPoint-in genişlənməsi verir. Gedək indi sualımıza geri qaydaq. Geri qaydıram sualımıza. Aha. Cavabımız nə olacaq? C variantı Master Ener 1. 41-ci suala baxırıq. Deyir, doğru fikirləri müəyyən edir. Skaner kağız üzərində olan informasiyanı kompüterə daxil edən qurğudur. Bəli. Çıxışa verən printerdir. Daxil edən qurğu isə nədir? Skanerdir. Düzdür. Biz düzlər axtarırıq zaten. Monitorun üfüqi və şagüli nöqtələr dedikdə onun diaqonal ölçüsü nəzərdə tutulub. Olur, yox. Diaqonal bizdə bir küncdən digər küncə olan hissələrdir və düyümdən ölçülür. Lazerli printerin sürəti 1 saniyədə çap olunan simvollar. Lazerli printer günümüzdə istifadə etdiyimiz printerdir. Bu da 1 saniyədə yox, 1 dəqiqədə çap olunan simvol yox. Biz hərflərə görə çap eləmirik ki, günümüzdə. Nəyə görə? Səhifələrin sayına görə ölçülür. Monitordakı piksellərin sayı nə qədər çoxdursa, görüntü o qədər keyfiyyətli olar. Düzdür. Piksel o nöqtələrin sayı daha keyfiyyətli olur görüntümüzdə. Delete sağdakı simvol silir. Bu da düzdür. Sağa delete, sola bəsqi silir. İlk monitor maye kristallı monitordur. Yox, ilk kompüterlərimiz elektron şüa borulu olan monitorlarımızdır. İlk monitorlarımız. LCD monitorlu şüalardan daha sonra yaranıb maye kristallı. Bu həm elektron şüa borulu gedir həmin monitorların adı, həm də ki olaraq gedir. Maye kristallı da LCD olaraq da gedir. 42-ci suala baxaq. Deyir, doğru mülahizələri seçin. Şəbəkə resurslarını istifadə edən tərəf server, istifadə edən tərəf əslində olur klient, təmin edən tərəf server. Klient və serverin yeri dəyişikdir. Şüz daxili və xarici olmaqla iki yerə bölünür. İnternet ADSL qoşulma zamanı telefon xətti deməli məşğul olmur. Düzdür, əvvəllər məşğul olurdu. Biz ADSL-ə keçdikdən sonra artıq telefon məşğul olmur. MAC ünvan 6 bayt, 48 bitdən ibarətdir. İnternetin əsas protokolu HTTP. HTTPS var ya, odur. www internetin xidmətidir. Son 3 sualımız qalıb. Gəldik 43-cü suala. Verilənlər bazasına aid olan bir sualdır. Prosta diqqət edəcəyimiz məqam burada notdur. Not müftəzədən sonradır. Yəni cavabı alacaq, ən sonunda not eləyəcək. Düzgün deyir ki, cavabı 73-dən böyük olanlar 74-dür. 73, 75, 75, 73, 80, 80, bir də ki 77. Yerdə qalanlar 73-dən kiçikdir. Onları yazıram. Deməli 3, 4, 5,
6, sonra 8, 9, 10, 11. Düzdürmü? 10, 11. And bilirsiniz ki, ortaqlarını götürürük, kəsişdiririk. 11 nolu olanları axtarırıq. Deməli, 1, 2, 3, sonra 5, 7, 10 və 13. Bunların ortaqlarına baxırıq. Bunların ortaqları nələrdir? Hər ikisində 3 var. Hər ikisində 5 var. Hər ikisində nə var? 10 var. Başqa varmı? Yox. Deməli, əslində cavabımız 3, 5, 10-dur, tapmışıq. Amma qarşısında not olduğuna görə, not bunları tərsinə çevirdiyinə görə 3, 5, 10-dan başqa 3, 5 və 10-dan başqa yerdə qalanlar olur bizim cavabımız. Bizdən də neçə yazı soruşur. Yazı da bilirsinizsə sətirdir. Neçə dənə sayın soruşduğuna görə sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Doğru cavabımız olacaq 11. 3, 5, 10-dan başqa yerdə qalanlar. Say sistemi sorumuza baxaq. Deməli, bunların hər birini 10 say sisteminə gətirməliyik. Üzərinə 0,1 yazıram. Bunu ayrıca tənlik olaraq həll edək. 3x, daha doğrusu 3 vurulsun, x üstü 1. Üstə gəlsin 4 vurulsun, x üstü 0. Üstə gəlsin 2 vurulsun, x üstü 1. Üstə gəlsin 7 vurulsun, x üstü 0. Bərabər 6 vurulsun, x üstü 1. Üstə gəlsin 3 vurulsun, x üstü nə? 0. Buranı sadələşdiririk. 3x. Bilirsiniz ki, nəyinsə üstü 0-dırsa avtomatik olaraq bizə 1 verir. 4. Üstə gəlsin 2x. Üstə gəlsin 7 bərabər 6x. Üstə gəlsin 3. Bunu da sadələşdirirəm. 3x, 2x, 5. 6x də bu tərəfə keçirəndə nə qalacaq? Mənfi x. Bərabər 4, 7. Elədi 11. 11-dən də 3-ün çıxanda elədi. Tərəfə keçirdi. Mənfi 8. Mənfilər də getdi. Yerdə qaldı 8. Deməli, x 8-lik say sistemidir. Keçirəm digərinə. 60 y çıxılsın 31 y bərabərdir 25 y. Üstünə yazıram 0, 1, 0, 1, 0, 1. 6 vurulsun y üstü 1, üstə gəlinsin 0 vurulsun y üstü 0, üstə çıxılsın 3 vurulsun y üstü 1, çıxılsın 1 vurulsun y üstü 0, bərabər 2 vurulsun y üstü 1, üstə gəlsin 5 vurulsun y üstü 0. Bunu sadələşdireyim. 6y, 0-ın bir önəmi yoxdur zaten. Çıxılsın 3y, çıxılsın 1 bərabərdir 2y və üstə gəlsin nəyə? 5-i. 6-dan 3-ün çıxdı. Qaldı 3. 3-dən də 2y çıxanda qalacaq nə? Y. Bərabərdir. Bu da bu tərəfə keçəcək. Nə olacaq? 6. Y də oldu nə? 6. Gətirib yerinə qoyuram. Bir 8-in kvadratı üstə gəlsin Y. 8-in kvadratı üstə gəlsin. Y-də nədir bizdə? 6-dır. 8-in kvadratını hesablayırsınız. Eləyəcək nə? 64. 64-ün də üstünə 6 gələcəksiniz. Eləyəcək 4 plus 70. Sonra 45-ci suala baxaq. Birinci suala baxırıq. Bir PC'də nədir? Adobe Photoshop'un xüsusi bir formatıdır. Elə 1-ə gedəcək bir. 2. GIF nədir? Bizdə vektor qrafikası deyil. Sonra rəng çaları 64, 128 azaldılması imkan verir. Rəng çalarındakı azaldılması. Bəli, elə cavab olacaq ki, GIF-lər bilirsiniz, internetdə də çox istifadə olunur. Fraktal deyil zaten. Həndəsi obyektlər üçün istifadə olunur, yox. CTRL də nədir bizdə? Vektor qrafikasının saxlanılması üçün təsvir vasitəsidir, istifadə olunur. Deməli, bura nə olacaq? A olacaq. B, C, A. Uğurlar olsun əziz tələbələr. Yolunuz açıq olsun.